xoş gördük. Axır ki gəlib dastana yetişdik. Yəqin ki tamaşaçılarımız, saz, söz sevərlər dastan yolunu səbirsizliklə gözləyirlər. Və biz də onların istəyinə, könlünün arzusuna uyğun olaraq bir dastanı təqdim eləmək istəyirik. Elə bir dastan ki, bu dastan illər və 10 illər boyu sazın, sözün, dastanın bir yaraşığı olubdur. Novruz və Qəndab dastanı. Novruz və Qəndab dastanını çox böyük klassik aşıqlar söyləyiblər. Onlar barədə mən birazdan danışacağım. Amma bugün gələnlər gənclərdir. Tovuzdan gələn gənc aşıqlarımız var. İlham Məmmədli çox istedadlı bir aşıqdır. Həmin bölgədə saz söz dərsləri də deyir, yəni müəllim kimi də fəaliyyətdədir. El cəmaat arasında da gənc bir aşıq kimi tanınmaqdadır. Heç yaş 30 da yoxdur, 25-in civarındadır. İnşallah uğurlu bir gələcəyi olacaq. Onunla birlikdə bizə o günkü dastanımıza Tural gəlibdir. Aşıq Tural Mehdiyev yenə də Tovuzun gənc aşıqlarından, istedadlı aşıqlarından biridir. Onları bu məqamda dəstək verməyə, Balabanla dəstək verməyə də Ələkbər qardaşımız gəlibdir. Ələkbər Ələkbərli. Birazdan dastanımızı başlayacağıq, amma bir neçə kəlmə mən demək istəyirəm. Bu dastanı çox böyük aşıqlar danışıblar və mən də dinləmişəm. Azərbaycan televiziyasının Qızıl Fondunda Ustad Əkbər Cəfərovun və Əlxan Niftəliyevin dastan yadigarı var. Hər dəfə dinləyirik və doymaq olmur. O qədər gözəl təqdimatlardır. Amma 1986-cı ildə yazılan həmin dastanın vaxtı çox azdır. Cəmi 45-50 dəqiqə ərzində bütün dastanı təqdim eləməyə imkanları çatmayıb. Ona görə də dastanın müəyyən hissələri ixtisar olunubdur, doğranılıbdır. Bu mənada biz istədik ki, bizim bu gənc aşıqlarımız dastanı bütöv təqdim eləsinlər. Onların təqdimatında Əlxan Niftəliyev və Əkbər Cəfərovun söylədikləri mətn var. Amma bununla belə çox böyük aşıqların, Yusif Azaflının, Qədir İsmayılovun, Ələsgər Tağıyevin repertuarından gələn maraqlı dastan qanatları var ki, o da bugün sizə təqdim olunacaq. Mən istəyirəm ki, çox vaxt almayaq və dastanla bağlı balaca bir məsələni deyim ki, Novruz və Qəndab bir məhəbbət dastanıdır. Amma elə bir məhəbbət dastanıdır ki, məsələn, Şah İsmail və Gülzarda olan kimi qəhrəmanlıq və məhəbbət dastanları qoşa gedir burada. Yəni, motivlər qoşadır. Bilindiyi kimi, ümumiyyətlə, başlanğıçda qəhrəmanlıq dastanları olub, zaman içində onların içərisindən məhəbbət mövzulu dastanlar ortaya gəlib. Və bu dastanların ən bariz örnəklərindən biri də Novruz və Qəndab dastanıdır. Burada Novruzun başına gələn əhvalatlar bir aşiqin çevrəsindəki hadisələrdən əlbə, həm də bir qəhrəmanı, Bahadırın başına gələn əhvalatlardır və cəngavər kimi o öz istəyinin arxasınca gedir, sevgilisinin arxasınca gedir, ona buta verilmiş, gözəlin arxasınca gedir və öz cəngavərliyi ilə öz sevgisinə çatmış olur. Bu mənada, bu dastanın olduqca maraqlı tərəfləri var. Dastan boyu onu izləyəcəksiniz, görəcəksiniz. Hətta Dədə Qorqudla çox yaxından səsləşən motivlər görünəcək. Məsələn, Dədə Qorquddakı Təpəgöz obrazı yalnız bu dastanda Kəlləgöz şəklində ortaya çıxır. O demək ki, aşıq dastanları ilə Ozan dastanlarının arasında bir üzvü rabitə var, tarixi əlaqə var, o bu dastanda görünməkdədir. Mən çox vaxt almaq istəmirəm, çünki bizim bu dastanımız bir qədər həcm etibarı ilə böyükdür. O səbəbdən də təkcə bu verilişimizdə yox, növbəti verilişimizdə də dastanın davamını dinləyəcəksiniz. Bugün ilk hissəni, birinci hissəni sizə aşıqlarımız təqdim eləyəcək. Görəcəyik ki, gedişatda nələr var, onun son yekunlarını və son olaraq gələn verilişimizdə tamamlananda dastan yekun qənaətimizə gəlmiş olacaq. Beləliklə, vaxtı çox almadan meydan aşıqlarımıza veririk. Meydan sizindir. Ustadlar dastanı danışmazdan öncə ustadnamə deyər. Mən də Hüseyin Bozalğanıdan bir ustadnamə deyim. Arif olan gizli sirrin nadanlara açma sən. Namərdə qürrələnib körpüsündən keçməsən. Nanəcibə səy eyləsən, mənəm söyləyər, şəninə layiq deyil, havalanıb coşma sən. Leyli nahar mərdiydin dolanasan sərinə, tay ölüncə namusunu satmaz dünya zərinə,
çalxanıb qəm bəhrində düşməz hərgiz dərinə, şirin candan bezar olub əcəl camını içməsən. Söyün mərd öz vəsfini danışmağa ar eylər. Müxənnət özünü öyər, yoldaşını xar eylər. Nütvəsindən halal olan soyunu aşkar eylər. O töz köküzsə bitər, kəş xəyala düşməsən. Aşıq Tural, bir dənə də üstadnamə sən dinə. Mən də Aşıq Əkbər Cəfərovdan bir üstadnamə deyim. Əziz dostlar, cavan vaxtı qeyli qala düşmüşəm. Vurğun olub telli saza cəhcəlala düşmüşəm. Zəhmət çəkib tər tökmüşəm ustadların yanında, imtihanda neçə dəfə çətin hala düşmüşəm. Aşıqlıqdan azdan olsa tailə verən payım var. Kamil sənət ocağında çıraqlanan tayım var. Alnın açıq, qəlbi təmiz halal çörək çayım var. Bu vurarlığa sığınmışam, doğru yola düşmüşəm. Əkbər deyər, səbəb varmı yatan bəxti oyada? Ustadım naykam köşdü, mən də qaldım ziyada. Müfəqqəti kef çəkməyə 5 gün fani dünyada qonaq alıb, Tovuz adlı bir mahala düşmüşəm. Əzizlərim, üstadlar üstadnaməni üst deyər. Biz vaxtı nəzərə alıb dastanımıza keçək. Qulluğunuza hardan, kimdən xəbər verim? Diyarbəkir şəhrində Kərim Paşadan. Kərim Paşanın həddindən ziyadə vari dövləti çox idi, əmbə evlat nişanəsi yox idi. Günlərin bir günü Kərim Paşa şəhərdən evə çox bir keyf qayıtdı. Kərim Paşa qayıtmağında olsun, sizə xəbər verim Zeynəb xanımla. Zeynəb xanım Kərim Paşanın ömür gün yoldaşı idi. Baxdı gördü ki, Kərim Paşanın halı hal deyil, yaman bir keyfdir. Zeynəb xanım dedi, ay kişi, nə yaman bir keyfsən? Şükür yaradana Allah Taala bizə hər şey nəsib eləyib. Nədən ötər narahatsan? Kərim Paşa dedi, ay Zeynəb xanım, Allah Taala bizə hər şey veribdir. Ancaq evlat nişanəmiz yoxdur. Abədbax qızı, bir gün sabah başımı yerə qoyanda yurdumda kim ocaq satacaq? Zeynəb xanım dedi, ki, bundan ötər niyə narahat olursan? Şəhərdə nə qədər kasıb adam varsa, yığ bağına, onlara gözəl məclis qur. Yesinlər, içsinlər, əllərini Allah Taala'ya qaldırıb şükür oxusunlar. İnşallah ki, bizim də evladımız olar. Bəli, əzizlərim, aşıq dili yürək olar. Bu söhbətin üstündən bir müddət keçmişdi ki, Zeynəb xanım dedi, Kərim Paşa, tirmə şal belimə gəlmir. Kərim Paşa dedi ki, ay Zeynəb xanım, əkülənin düyüsünü, inəyin kərəsini, beçənin balını, əmliyin pörtməsini yemisən, kökəlmisən. Tirmə şal hardan belinə gəlsin? Zeynəb xanım dedi ki, Kərim Paşa, məsələ bildiyin kimi deyil. Kərim Paşa arif bir adam idi. Dedi, Zeynəb xanım, onda şükür oxuyaram yaradana. Deyərlər ki, 9 ay, 9 gecə, 9 gün, 9 saat keçəndən sonra dünyaya ay parsası kimi gözəl göyçək bir oğlan uşağı gəldi. Kərim Paşa əmr eylədi ki, şəhərdə nə qədər həkim, loğman, qarı, mamaça varsa yığılsın bağıma, uşağa ad qoymaq lazımdır. Şəhərdə nə qədər həkim, loğman, mamaça, qarı var isə yığıldı bağa. Qarların içində bir qarı vardı, irəli durdu, dedi, Paşam sağ olsun, icazə versəz, mən bu uşağın adını Örkənqulu qoyaram. Böyüyəndə qoy, həm uzununa versin, həm eninə versin. Neçə ildən sonra Kərim Paşanın oğlu olmuşdu, qarının qoyduğu ad Kərim Paşanın xoşuna gəlmədi. Kərim Paşa qəzəblənib qarını bağdan qovdurdu. Qarların içində bir ipək qarı vardı. Dedi, Paşam sağ olsun, bilirsiniz, qarşıda Novruz bayramı gəlir. Mən istəyirəm bu uşağın adını Novruz qoyum, mən istəyən qarıya xalat. Kərim Paşanın bu addan çox xoşu gəldi. Qarını dünya varından razı yola saldı. Deyərlər ki, Novruz artıq 7-8 yaşlarına çatmışdı. Kərim Paşa Novruzu molla yanına qoydu. Novruz tez bir zamanda bütün kitabları sinə dəftər elədi. Bunun şərəfinə Kərim Paşa öz bağında gözəl bir məclis qurdu. Qohum əqrabanı, dostu, tanışı bağa yığdı. Yedilər, içdilər. Kərim Paşa məclisə bizim bu Aşıq Tural kimi gözəl göyçək bir aşıq dəvət eləmişdi. Aşıq məclis əhlinin istəyinə uyğun olaraq bir neçə könül oxşayan aşıq havalar səsləndirdi. Elə bu vaxt Novruz şəhərdən evə gəlirdi. Gəldi, baxdı, gördü ki, atasının bağında məclis qurubdu. Hər kəs yeyib içir. Elə sakitcə keçdi, əyləşdi bağın bir küncündə. Məclisdə bir dünya görmüş ağsaqqal vardı. Dedi, aşığa bala, aşıq dastan danışmasa ona aşıq deməzlər. Bir yaxşı dastan danış, sən qulaq asırıq. Aşıq bir dastan seçib danışmağa başladı. Aşıq dastanı o qədər gözəl danışdı ki, Novruzu laf valeh eləmişdi. Dedi, ilahi, bu nə gözəl sənətdir.
Bunu verən kişi mənə də nəsib eyləsin. Noyruz bunu arzu elədi. Noyruzu yuxu orada tutdu. Noyruz yatıb qaldı. Səhərlər açıldı. Səhər üzünüzə xeyirliklə açılsın. Bağban özünü getirdi Kərim Paşanın yanına. Kərim Paşa deməzsənmi? Noyruz bağda elə yatıbşın, ənbə huş üstündə deyil. Kərim Paşa, Zeynəb xanım özünü yetirdi bağa. Gəldilər, gördülər, həqiqətən Noyruz uzanıb yerdə huş üstündə deyil. Kərim Paşa dedi, şəhərdə nə qədər həkim, loğman, qarı varsa yığısın bağıma, Noyruzun dərdinə çarə tapsınlar. Həkimlər, loğmanlar Noyruzun dərdinə çarə tapmadı. Qarlardan biri dedi, Kərim Paşa, kaş 7 oğlum olardı, 7'si də bu gündə olardı. Qarı belə deyəndə Kərim Paşa mətəl qaldı. Kərim Paşa dedi, ay qarı, sən nə danışırsan, açıq da görüm Noyruzun dərdi nədir? Qarı dedi, Kərim Paşa, Noyruza yuxuda vergi verilibdi. Yuxudan oyananda öz sevgisindən, öz ağasından danışacaq. Bəli əzizlərim, belə də oldu. Deyərlər ki, 3 günün tamamında Noyruz gözünü açdı. Baxdı, gördü babası Kərim Paşa, anası Zeynəb xanım, qohum əqrəbə başının üstünə yığılıb. Noyruzun oyanmağını gözləyir. Noyruz gözünü açdı ki, hər kəs başının üstündədir. Əli köksü üstündə atay mehriban eylədi. Kərim Paşa xəbər aldı ki, ay oğul, sənə nə olub, dərdin nədir? Noyruz dedi, atay mehriban, saz olmasa mən dərdimi sözlə deyə bilməyəcəm. Əzizlərim, bu yerdə bir keçəl vardı. Elin xeyrinə, şərinə yarayan adam idi. Baxdı, gördü ki, işin düzələn tərəfidir. Özünü yetirdi Kərim Paşanın yanına. Dedi, paşam sağ olsun, mən elə saz yeri bilirəm. 7 ildən bir göydə şimşək çaxanda göydən yerə düşür. Kərim Paşa dedi, ay keçəl, bu saz hardadır? Qiyməti nədir? Dedi, Kərim Paşa, qiyməti 5000 manatdır. Ancaq sazın 500 qiyməti vardı, qalanı cibinə qoyacaqdı. Kərim Paşa pulu verdi, keçəli yolladı ki, get saz hardadır, götür gəl. Keçəl Kərim Paşadan pulu aldı, özünü vurdu şəhərə. Sazbətdən bir gözəl saz alıb gətirdi, verdi Noyruza. Noyruz burada sazın zilini zil, bəmni bəm köhləyib. Abalamansı qazanalım. Qəhrəmanı havası üstündə nətər dedi. Kərim Paşa ne eşitdi, biz deyək siz şad olun. Tüfülkən qullu əhdim hudada, tüfülkən qullu əhdim hudada, oxudum dərsimi tamamı gördüm, ay balam, ay balam, ay bala, bəla olmalı. Sazıyla sözüyle ovutdu məni, sazıyla sözüyle ovutdu məni. Ağam Kərim Paşa əməlin gördüm, alaylar bala, alaylar, alaylar bala, alaylar, alaylar sana, alaylar. Ağam Kərim Paşa əməlin gördüm, aneynim, 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 balam, aneynim, salam, aneynim. Ay gülüm, 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 şirin dilim. Bağa girdim, bağım tək ayrı oldu. Xorya dəli dəydi, tağ ayrı oldu. Gözüm gördü, ağlım tək ayrı oldu. Çayı sərsəbinin zülalın gördüm. Kərim Paşa dedi, ay oğul sən nə danışırsan? Dedi, qulaq as, atay mehriban. Götürdü dubarə nə dedi? Noyruzam qalmışam bir can içində. Noyruzam qalmışam bir can içində. Bir canı bəslədim
Amma balam bel olmaz. Ağam bade verdi bir zam içinde. Ağam bade verdi bir zam içinde. Misirde Gandaf'ın zamalın gördüm. Ay balay 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 balay. Misirde Gandaf'ın zamalın gördüm. Alay lay, alay lay, alay lay balam alay lay geden alay lay. Ay gülüm, 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 gülüm. Sözünü tamam eləyəndə Noyruz yuxusunda başına gələnləri Aslı anasına danışdı. Həmin gecə yuxuda Noyruzun yuxusuna kim gəldi? Ərənlərin piri Dərviş baba. Oğlum Novruz oyan. Novruz oyandı. Ay oğul niyə fikir dəryasına qərq olmusan? Al bu camını şeylə inşallah ki mətləbinə çatarsan. Dərviş baba belə deyəndə Novruz dedi ağa Dərviş bu cam bizə haram buyurulubdur. Biz bu şərabı içə bilmərik. Dərviş baba dedi ay oğul bu şərab sən bildiyin şərablardan deyil. İki sevgini, iki aşıqı Yusifi Züleyxəyə yetirən camlardandır. Dərviş baba belə deyəndə Novruz götürüb badəni nuş elədi. Elə yenicə içmişdi ki sinəsi dəmirçi kürəsi kimi alışıb yanmağa başladı. Novruz dedi ağa Dərviş mənə təsəlli. Dərviş əlini göyə qaldırdı. Dedi oğul sənin təsəllin mənim ovcumun içindədir. Bax görün barmaqlarımın arasında nə görürsən? Novruz dedi ağa Dərviş uzaq yollar görürəm. Oğul yolun sonunda nə görürsən? Dedi gözəl böyük bir şəhər görürəm. Oğul şəhərdə bəs nə görürsən? Dedi gözəl bir saray görürəm. Oğul bəs həmin sarayın eyvanında nə görürsən? Dedi gözəl bir qız görürəm sanki su sonasıdır. Ağa Dərviş dedi ki oğul gördüyün şəhər böyük Misir şəhridir. Həmin şəhərdə gördüyün saray isə Misir padişahı Cəlal padişahın sarayıdır. Həmin sarayın eyvanında gəzən qız isə Cəlal padişahın qızı Telli Qəndafdır. Telli Qəndafı sənə buta, səni ona tuta verirəm. Üz görüb ücarlıq eyləsən, o geyindiyin igidli libas sənə haram olsun. Oğlum Novruz o tərəfdən də sənə can verirlər. Novruz sağa baxdı, sola baxdı, geriyə baxanda Dərviş qeybət çəkildi. Huşu üstündən gedib, üzü üstə yıxılıb orada qaldı. Novruz başına gələnləri anasına danışdı. Zeynəb xanım agah oldu ki, Novruz öz butasının dalınca Misir elinə gedəcək. Ana ürəyi dözmədi. Qarşısına keçdi dedi, ay oğul, şükür yaradana, Diyarbəkir şəhəri böyük şəhərdir. Burada kimin qızını desən sənin üçün alarıq. Zeynəb xanım sözlə nə qədər dedisə, Novruz az eşitdi. Zeynəb xanım siyah zülflərlə 3 tel ayırıb. Burada Novruza nə dedi? Novruz nə eşitdi? Biz deyək, siz şad olun. Başına döndüm gülümlü oğul. Başına döndüm gülümlü oğul. Oğul gel gelmezsen aman günüdür, aman günüdür.
severim. Aman 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 aman. Kendinden oğul, oğul gel gitmesen aman günüdür. Aman ey balam ey, gel kazanalım ey, ay anam kurban. Atan xarac alır divanxanadan. Ölmədik qurtaraq bu qəmxanadan. Oğul necə kəsər meylin anadan. Oğul gəl getməsən aman günüdür. Aldı duvara nə dedi? Etmesen aman gün geden ey balam ey geden ey balam ey gel gadan alem yerim ceyranım. Söz tamama yetti. Noyruz dedi ki, anay mehriban, sen dedim ben kulak astım. İndim ben deyim sen kulak as. Sazı sinesine bastı. Mirza Canı havası üstünde. Çok sevdiğim İsrail'in ana, ana himmet eyle, himmet yönüdür, oy kazanalım. Emmişem sütünü, men kana kana, emmişem sütünü bele, men kana kana. Ana himmet eyle, himmet yönüdür, oy kazanalım.
Mən qurbanam ustadların pirinə, çatdırar aşıqı biri-birinə. Atam bağışlasın tac sərinə, ana himmət elə, himmət günüdür. Götürdü görək, Nuri sözünü necə tamam eylədi? Yaşa balabansı. Bu gecədə mənə verilib bu tar, Xudayı Zülcəlal dadıma yetər. Noyruzəlin yarın belə əlinə çatar, Noyruzəlin yarın belə əlinə çatar. Ana himmət elə, himmət günüdür, himmət günüdür, himmət günüdür, oy qadan alim. Söz tamama yetəndən sonra Zeynəb xanım dedi, ay oğul, atalar yaxşı deyib, elini ürküt, axsağından yapış. Zeynəb xanım belə deyəndə, Nuriz dedi, ay ana, nə demək istəyirsənsə açıq denən, mən getməliyəm. Dedi, ay oğul, onu demək istəyirəm ki, hələ məndən olsa, öz əmin qızı Gülbahar alarsan. Zeynəb xanım belə deyəndə, Nurizin dərdi birə beş artdı. Sazı sinəsinə bastı. Abalabancı burada Kərəm gözəlləməsi üstündə Zeynəb xanıma nə dedi? Zeynəb xanım nə eşitdi? Biz deyəsi şad olun. Ay mürvet ay insafsız ay zalim. Ay mürvet ay insafsız ay zalim. Yaxşı doyda yaman saxmaq olar mı? Anam olar mı? Canım olar mı? Aman olar mı? İlgarın umudu məhdi tərk edib, ay Allah ölürəm. İlgarın umudu məhdi tərk edib, namusu qeyrətin atmaq olar mı? Atmaq olar mı? Atmaq olar mı? Atmaq olar mı? İgidin könlündən keçər başalıq, aslan kimi girib gəzə meşəlik, şeytanla qohumluq, qurtla aşnalıq, şahmarın qoynunda yatmaq olar mı? Zeynəb xanım dedi, ay oğul sən məni səhv başa düşdün. Dedi, anay mehriban qulaq as, götürdü dübarə. Noyruzam ürəyim eylədi tələ. Noyruzam ürəyim eylədi tələ. Səndə mürvət yoxdur insafsız fəl.
yaman zalımsan, harda qalansan, ay etibarsız. Sümükten şiş gördüm, Polat'tan kebap. Sümükten şiş gördüm, Polat'tan kebap. Uydurup birbirine takmak olar mı? Ay kız olar mı? Ay kız olar mı? Ay kız olar mı? Noyruza mürəyim eylədi tələb. Səndə mürvət yoxdur, insafsız fələk. Sümükdən şiş gördüm, Polat'tan kebab. Uydurup birbirine takmak olar mı? Söz tamama yetti. Zeynep Hanım çok dedi, Noyruz az eşitti. Azizlerim, eyni zamanda Noyruz bir pehlivan idi. Bir kolunda 7 çalın gücü var idi. Noyruz öz atasıyla, anasıyla halallaşıp, sazını çininden astı, kılıncını, qalxanını götürdü. Qızıl quş balası kimi yerdən sızadı atın belinə. Ata bir dəli qamçı vurdu, at şəhəri tərk elədi. Deyərlər ki, bir neçə gün gəlmişdi ki, gəlib Misir yaxınlığında bir dərəyə rast oldu. Noyruz baxdı, gördü ki, atla bu dəryadan keçmək olmaz. Bir qədər irəli gəlmişdi ki, bir qarıya rast oldu. Qarı xavar aldı ki, ay oğul, kimsən, nəçisən? Uğur olsun, yolun haradır? Noyruz dedi, qarı nənə, yolun Misir elinədir. Əmbə baxıram ki, atla bu dəryadan keçə bilməyəcəm. Qarı dedi, ay oğul, bu dəryadan keçmək üçün gərək sən 6 ayın tamamını gözləyəsən. Hər 6 ayın tamamında bu dəryadan bir gəmi keçir. Səhər 6 ayın tamamıdır. Bu gecəni qonaq qal, İnşallah səhər tezdən gedərsən. Bəli, həmin gecəni Noyruz qarıya qonaq oldu. Səhər açıldı. Səhər Noyruz qılıncını, qalxanını götürdü. Sazını çininə astı. Özünü vurdu dərya kənarına. Gəldi, gördü ki, artıq gəmi çıxa-çıxdadır. Tez özünü yetirdi. Gəmidə bir səmtdə əyləşdi. Deyərlər ki, gəmi 3 gün, 3 gecə yol getmişdi ki, gəmiçi gəmini aparıb böyük bir qayaya çırpdı. Noyruz saz çiynində, bir taxta parçasının üstündə, dəryanın üzündə qaldı. Noyruz baxdı, gördü ki, artıq ləpələr Noyruzu o qayaya, bu qayaya çırpır. Ölüm vaxtıdır. Dedi, məni qurtarsa, mənə buta verən kişi qurtaracaq. Sazı sinəsinə bastı, Misri havası üstündə. Görək, ərənlərin pirini köməyi necə çağırdı? Aşıq Sural, biz deyək, camahat qulaq assın. Abalabansı, qadan alim, xırda-xırda dorğa. İzləyənlərimiz çoxdur. Kerem eyle, koyma beni deryadan, ay qadan Allah'ım. Övliyalar, ənbiyalar, ərənlər, hanı məndən doğru yola varanlar? Qərq oldu dəryaya neçə min canlar, Kerem eyle, qoyma məni dəryada. Aldı görək dübarə nə dedi?
ana. Bələzlərim söz tamama yetəndə ərənlərin biri Dərviş baba özünü yetirdi. Oğlum Novruz gözünü yum. Novruz gözünü yumdu. Novruz o yerde gözünü açtı ki artık deryanın kenarındadır. Novruz istədi ki ayağa qalxsın, bir səmtə geçsin. O qədər yorulmuşdu, taqətdən düşmüşdü ki yeriyə bilmədi, üzü üstə yıxılıb orada qaldı. Novruz qalmağında olsun, sizə xəbər verim qəzadan Qəvvaz Əhməddən. Qəvvaz Əhməd hər səhərlər öz dostu ilə, yoldaşı ilə dərya kənarına gələr, o bovlayar, boy boylayardılar. Qəvvaz Əhməd baxdı, gördü ki, bir xeyli uzaqda dərya kənarında bir qaraltı görsənir. Öz yoldaşlarına dedi ki, əziz yoldaşlarım, o dərya kənarında gördüyünüz qaraltı dünya varıdırsa sizindir, canlıdırsa mənimdir. Yoldaşlar razı oldu, üz aldılar düz Novruzun yanına. Qəvvaz Əhməd gəldi, gördü ki, cavan bir oğlan bizim bu balabancı kimi uca boy, qarlı qamətli, sərvi boylu bir cavan oğlandı. Saz da yanındadır. Qəvvaz Əhməd dedi, əziz yoldaşlar, bu cavan oğlanı oyatmaq lazımdır. Yoldaşlar dedi, Qəvvaz Əhməd, necə oyadacaqsan? Dedi, görmürsünüzmü, yanında sazı var. Bu hər kimdirsə aşıqdır. Aşığı sazla, sözlə oyadarlar. Qəvvaz Əhməd sazı burada götürdü. İrəvan çıxır üstündə, Aşıq Tural. Novruz'u necə oyatdı? Biz deyək, sizlər şad olun. Yatışından bəllidir yad diyarırsan. Bir sevda ucbatından ah uzarırsan. Qalx ayağa görüm hansı yerlisən. Oğuldur götürüb xanama səni. Novruz oyanmadı ki, oyanmadı. Qəvvaz Əhməd dubara nə dedi?
yetirir aktarana. Ben Ahmet'im metlebini bitirem balam. Ben Ahmet'im metlebini bitirem balam. Oğuldur götürüm xana matəni. Ah canana. Oğuldur götürüm xana matəni dəyərdin alim ay dəyərdin alim ay dəyərdin alim. Söz tamama yetti. Aşık Tural, buradan sonrasını sen danış, ben bir nefes alayım. Bəli əzizlərim. Qəvvəz Əhməd Novruzu yuxudan oyatdı. Evinə qonaq elədi. Yol boyu söhbət əsnasında bildi ki, bu adlı-sanlı nəsildəndir. Buna məhəbbəti 1-ə 5 artdı. Qəvvəz Əhmədin Gülşən adlı gözəl görsək bir qızı var idi. Fikrində o fikirlə apardı ki, qızınla evləndirər. Bunlara həm oğul olar, həm də kürəkən olar. Gülşən Novruzu görən kimi könlü əldən verdi. Belə yarı yaraşıqlı, qarı qəmətli oğul görməmişdi. Amma buna sevgisini bildirmədi. Novruzun yaxça qulluğunda durdu, işvazını çəkdi. Günlər xoş geçdi. Bir müddət burada qalandan sonra Novruzun öz yarı, öz sevgilisi yadına düşdü. Bunu biləndə Gülşən xanım qanı qaraldı, göz yaşını leysan kimi axıtdı. Əlinə əğnə düşdü, yalvardı, yapışdı ki, yox, getmə. Gördü sözlə başa düşmür. Qara zülflərdən 3 tel ayırdı. Sinəsinin üstə basıb. Göyçə gözəlləməsi hava üstündən görək nə dedi, ərz eləyə sizlər xoşbəxt olun. Mən sana nə dedim zalmey, bir vəfa balam. Mən sana nə dedim zalmey, bir vəfa. Getmə olay, getmə qoyma, ram səni dəyərdin alem ay dəyərdin alem ay dəyərdin alem. Bu fani dünyada sürmeye bin sefa. Getme oğlan, getme koyma, ram seni derdin alem derdin alem derdin alem derdin alem. Getme oğlan, getme koyma, ram seni.
kimin olmaz şəmli, əcəmli, işi ahuzarlı, ürəyi qəmli. Çarxı dönmüş fələhi qoydun ələmli, getmə oğlan, getmə, qoymaram səni. Mən pozmaram bu sevdayı əzəli. Yarım yada düşüb yaram təzəli. Unutmaram sənin kimi gözəli. Ağlama gülşənim, gözlə yar məni. Götürdü duvara, hava yenə göysə gözəlləməsidir. əzilərim, Novruz sözünü tamam eləyəndən sonra Gülşən xanımı başa saldı ki, mənim butam var. Mənim öz gülüm, öz yarım oradadır, mən burada qala bilmərəm. Sana söz verirəm ki, qaydan başı yol boyu gəlib səni də götürüb aparıram. Yıxsına Novruz. Belə də oldu. Əzilərim, Novruz üz qoydu Misir şəhərinə. Bir qədər gedəndən sonra Misir dağlarına çatanda bir qar tufan başladı. Bir soyuq başladı, orada sazın sinəsinə basıb. Yanıq kərəm havasından. Görək dağlara nə dedi, dağlar nə eşitdi. Ərz eləyə sizlər xoşbəxt olun. Qarlı dağlar geldi dühdün araya, qarlı dağlar geldi dühdün araya, itirdim qandaq tək maralı dağlar. Duman sikim buradan səndə qaydadı, duman sikim buradan səndə qaydadı, yanan çıraqlarım qaralı dağlar.
yere gəlləm. Gedirəm yenə gəlləm. A belə gül camalını görsəm ay əylər yıxan dinən imana gəlləm vay vay. Mənim sağlığıma kim güman eylər? Tövbü boran halım laf yaman eylər. Qarlı dağlar gündən ahaq qan eylər. Yarı saldı məndən aralı dağlar. Götürdü duvara hava yenə yanıq kərəmidir. Kimin var ki burada məni dindirə, dindirib də halım yara bildirə. Qorxuram ki bu dərd məni öldürə. Qorxuram ki bu dərd məni öldürə. Novruzam sinəsi yaralı dağlar. Elə qara baxdı, ağarmaz ey qara baxdı. Abalabancı Diyarbəkirdə xəstə düşdü. Elə qara dağda qara baxdım ayama. Bəli əzizlərim, söz tamama yetdi. Noyruz soraq eyliyə gəlin Misir elinə, Cəlal Padişahın sarayına çıxdı. Saraydan xəbər aldılar ki, avna bələd kimsən, nəçisən, nə zirsən? Dedi, adım Noyruzdur, qəribəm, Cəlal Padişahı görməyə gəlmişəm. Dedilər, abala keç əyləş o bağda, Cəlal Padişah harda olsa indi gəlib çatar. Noyruz gözləməyində olsun, sizə xəbər verim İstanbulda Mahmud Paşadan. Mahmud Paşa Telli Qəndafın gözəlliyini eşitmişdi. Qasid yoldadır ki, get Cəlal Padişaha xəbər ver ki, ya öz rızalığı ilə Telli Qəndafı verəcək mənə, ya da ki, Misir elinin üstünə qoşun çəkəcəm. Qasid gəlib bu xəbəri Cəlal Padişaha verəndə, Cəlal Padişah qərarsız qaldı. Bunu görəndə vəzir dedi ki, Cəlal Padişah, sən bir elin sərkərdəsisən, bir elin padişahısan, sən öz razılığı ilə Telli Qəndafı versən, el səni qınıyar. Dedi, vəzir, bəs nə qarayım? Dedi ki, o İstanbulun paşasıdır, sən də Misir elinin paşasısan. O sənin üstünə qoşun çəkəndə, sən də öz qoşununu çək, müqavimət göstər. Allah ya sağ verər, ya da ona verər. Vəzirin bu fikri Cəlal Padişahın ağlına batdı. Deyərlər ki, Mahmud Paşa qoşununu çəkdi Misir elinə. Cəlal Padişah da öz qoşununu çəkdi, qarşılıq verdi. Bir xeyli müharibədən, davadan sonra Mahmud Paşa Cəlal Padişahı mühasirəyə saldı. Bu xəbəri saraya çatdıranda Noyruz öz atını mindi, dava yerinə çatdı. Getdi, gördü, həqiqətən artıq Cəlal Padişah mühasirədədir. Özünü irəli vurdu. Dedi, Mahmud Paşa, ağıllı paşa, el dolandıran paşa qoşununu qırdırmaz. Dedi, acaban oğlan, nə deyirsən? Fikrini açıq de görüm. Dedi, onu demək istəyirəm ki, sən o qoşunun pəhlivansan, mən də bu qoşunun pəhlivanıyam. Özünə güvənirsənsə buyur meydanıma. Kim sağ qalsa Telli Qəndaf onundur. Mahmud Paşa baxdı, gördü ki, cavan bir oğlan buna meydan suluyur. Öz qoşundan ar eləyib atıldı meydana. Bir xeyli qol yorandan sonra Noyruz Mahmud Paşanın başını üzdü. Öz başçılarının öldüyünü görən qoşun geri çəkildi. Noyruz elə sevinə-sevinə bu xəbəri yetirir Cəlal Padişaha. Cəlal Padişah xəbəri eşidəndə dedi, ay oğul, məndən nə istəyirsənsə istə. Nə desən, bu canım üçün verəcəm. Cəlal Padişah belə deyəndə Noyruz dodağının altında dedi, ölmək ölməkdir, xırıldamaq nədir? Sazla, sözlə Telli Qəndafı Cəlal Padişahdan istəyəcəm. Telli Qəndafında yuxusunda Noyruz tuta verilmişdi.
Telli Qəndaf da bilirdi ki, Novruz bunun arxasınca gələcək. Burada Oğuzoğlu havası üstündə Novruz Cəlal Padişah'a nə deyir? Cəlal Padişah nə cavab verir? Biz deyək, siz şad olun. Abələ könlümün mətləbini aça bilmirəm. Qorxuram ki, şahım tutan əzabın ayman maymudur. Gərək il qarından dönməsin, yarıcından mən çəkirəm əzəbi. Abalam, azanım, balam, 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 balam. Yarıcından mən çəkirəm əzəbi. Aman, 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 gəl qadan Allahım. Ayaq torpağına ziyarətim var. Dildə kəlmə, gözdə işarətim var. Nə müddətdir səndə əmanətim var. Üzüm gəlmir deyəm sözün hesabı. Novruz belə deyəndə Cəlal Padişah dedi, ay oğul, sənin məndə nə əmanətin var, heç nə başa düşmədim. Dedi, qulaq as, babay mehriban, götürdü Dubayra Balabancı. Qaldım şahın qavlunda, bir kimsənəm yoxdur Misir elində, ölürəm ay balam ay sona. Ay bir canım var veririm yarın yolunda. Novruzam istərəm Telli Qəndafı. Azana, abala, ölürəm mən balam, balam, balam. Elə Novruzam istərəm Telli Qəndafı. Ah canana. Söz tamama yetəndə Cəlal Padişah qışqırdı. Cəllad, vurun bu aşığın başını. Cəlal Padişah belə deyəndə, vəzir özünü yetirdi. Dedi, Cəlal Padişah, sən bu aşığın başını vursan, el səni qınıyar üçün gələn qonağı öldürdün. Ay, vəzir, mən əmr eyləmişəm. Nədir, indi deyirsən sözüm yerə düşsün? Dedi, Cəlal Padişah, yox. Qəzəblənmişsiniz, əmr eyləmişsiniz. Bu aşığı öldürmə, aşıq deyirsən ağzında. Aşıq yardan oxuyar, güldən oxuyar, çiçəkdən oxuyar. İndi bir səhv eləyib oxuyubdur. Bunu sar zindan quyusuna. Bir müddət əsəbin keçəndən sonra çıxardarsan, istədiyini verərsən, yola salarsan. Bəli, əzizlərim, Cəlal Padişah vəzirin dediyi kimi elədi. Noyruzu saldılar zindan quyusuna. Noyruz zindan quyusuna düşəndə dünya aləm başına fırlandı. Dərdi qəmin içində bilmədi neynəsin. Əziz tamaşaçılar, bundan sonra Novruzun başına nə hadisələr gəlir, Novruzu nə sınaqlar gözləyir, İnşallah qalanını gələn verilişimizdə. Dastanımızın birinci hissəsi başa çatdı. Şübhəsiz ki, bu ağır yüklü bir dastandır və aşıqlarımız da cavandır. Gözəl səslərinlə, gözəl nəfəslərinlə, dastana belə deyək ki, girişmək meyillərlə bizdə xoş bir duyğu, xoş bir ovqat oyadırlar. Dastanın ikinci hissəsində çox maraqlı məsələlər var. Novruz hələlik zindandadır. Telli Qəndafda onun zindanda olduğundan xəbərdar olacaq. Hansı əhvalatlar baş verəcək, hansı məsələlər ortaya gələcək, o qarşıdan gələcək. Daha sonra Novruz bir pəhlivandır bildiyimiz kimi. O bir pəhlivan kimi sevgilisinlə belə deyək, səfərə çıxdığı zaman, vətəninə qayıtdığı zaman yolda kimlərlə rastlaşacaq? İllah da Kəlləgöz kimi qəvi bir pəhlivanla, bir heybətli bir adamla üz-üzə gələcək və onunla
döyüşəcək, özünün gücünü, qüdrətini göstərəcək. Biz Novruzu həm belə deyək ki, könül dünyasından, ağıl dünyasından, söz dünyasından görürük. Həm də özünün cəngavər qüdrətindən görürük. İndi də görəcəyik. Burada məsələn qoşunlar üz-üzə gələndə çıxdı, döyüşdü, özünün qüdrətini göstərdi. Amma Kəlləgöz daha heybətli bir pəhlivandır və onun qarşısında nələr olacaq növbəti verilişimizdə onu əyani şəkildə görəcəksiniz. Aşıqlarımız özlərinin gözlərindən, könüllərindən, ürəklərindən keçən nə bacarırsa onu eləyirlər. İnşallah gələn verilişimizdə daha ətraflı gedişlər olacaq. Meydan aşıqlarımıza veriləndə hər şeyi əyani şəkildə görəcəyik. Balabancımıza da xüsusi təşəkkür edirəm ki, aşıqlarımıza dirək verir. Yenidən növbəti verilişimizdə bu dastanın davamında görüşmək arzusundan sağ olun, sağlıqla qalın.